Mətbuatda xəbər verilir ki, 2025-ci ilin ilk 10 ay ərzində Azərbaycana 42.465,69 ton palma yağı idxal olunub. Sonrakı 2 ayda da idxalın eyni templə davam etdiyini nəzərə alsaq, sadə hesablama yolu ilə ölkənin əhalisinin ildə 50.000 tondan artıq palma yağı istehlak etdiyi məlum olar. Türkistan.az məlumat verir ki, bunu Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə bildirib. Onun sözlərinə görə, bu hər bir Azərbaycan vətəndaşına il ərzində 5 kiloqram və daha artıq palma yağı yedizdirildiyi mənasına gəlir. Amma hamıya məlumdur ki, bizim pərakəndə satış obyektlərində satılan yağların heç birinin üstündə palma yağı yazılmayıb. Demək, bu qədər yağ Azərbaycan xalqına 1 kiloqramının qiyməti 15 manatdan 40 manata qədər olan qablaşdırılmış yağların, qeyri-adi dərəcədə baha qiymətə satılan süd və süd məhsullarının, həmçinin biskvit və başqa şirniyyatın tərkibində yedizdirilir. Palma yağının insan orqanizmi üçün ən ziyanlı yağ olduğu şübhə doğurmur və bu yağın alınıb Azərbaycana gətirilməsi üçün hər kiloqramına $1,38, $2,35 AZN xərc çəkilir. Bir sözlə, əhali tərkibinə palma yağı daxil olan məhsulları həm dəyərindən dəfələrlə artıq qiyməti alır, həm də bu yolla öz orqanizminə ziyan vurur.